Bərdə rayonunun Piyadalar kəndinin şəhidi, kəşfiyyatçı Həsənov Akşin Əlioğlunun döyüş yolu, 8 kəşfiyyatçılar. Şeirin müəllifi şairə Səidə Əşrəf qızıdır. 1995-ci il. Ən ağır ildir. Düşmənlə ən gərgin döyüş gedirdi. Akşin həmin ili hərbiyə getdi. Vətəni qorumaq axır şərəfdir. Xüsusi təyinatlılar dəstəsi yeni yaranmışdı. Buna hər kəsi qəbul etmirdilər. Ancaq hünərli, həddən nərürəkli oğul gərəkdi. Bərdə rayonundan Akşin gəlmişdi. Hər zaman zəhməti o çox sevmişdi. O da bu dəstənin bürüsü olurdu. Akşin çox hünərli, cəsur olurdu. Kəşfiyyatçı kimi sərhədi keçib, düşmənin daxili sirrini öyrənib geri qayıdırdı. Hər an ürəklə, hər vaxt üzləşirdi. Çox çətindir. Minalı yerləri aşıb keçərək, mənfur erməninin içinə girmək ürək istəyirdi. Ən çətin yerdi. Hər bir təlimatı dəqiq verirdi. Onun komandiri baxış yox xətayı, kəşfiyyat qrupun özü yaratdı. Şaxtada, soyuqda, ən ağır anda təlimlər keçirdi çətin məqamda. Yolun öyrədirdi öz əsgərinə, əsir düşməyəsin, quduz düşmənə. Akşinə çox çətin tapşırıq gəldi. 3 ildir hərbidə qulluq edirdi. Sərhədi keçərək daxilə gedib, düşmənin ən əsas sirrini öyrənib, bütün məlumatı bizə verərsən. Gedib ailənlə də sən görüşərsən. Akşin dostlarıyla kəndinə gəlir. Anası qəlbində necə sevinir. Bir süfrə açır ki, çox təmtəraqlı. Akşinin qəlbindən deyildi halı. Evdə anasına o heç nə demir. Kəşfiyyatçı olduğun ona bildirmir. Ana boğçasına onun pay qoyur. Birisi dərs verir, ora soyuqdur. Bağrına sıxaraq üzündən öpür. Akşin dostlarıyla cəbhəyə dönür. Yol boyu qəlbində sızıltı duyur. Bir ildir atası dünyada yoxdur. Müəllim də atası gözəl insandı. El içində böyük hörmət qazandı. Atası olsaydı dərdin deyərdi. O zəhrin önündə kim güzlənərdi? Onun 3 bacısı, bir qardaşı var. Gəlib xəyalında dolanır onlar. O hər bir sirrini aça bilməyir. Akşin öz dərdini qəlbində çəkir. 8 yoldaş olur, düzəlir yola. Bu uzun səfəri uğurlu ola. Nizami, Eylxan, Aqillə Dinar, Akşin, Fariz, Vüqarla Anar. Onlar bir-biri ilə yaxın dost idi. Biri-birlərini hədsiz sevirdi. Aprel ayı idi, bahar fəsli idi. Havası dumanlı, çox siskinli idi. Çətinliklə keçib minalı yoldan, ən uca sıldırım, sərt qayalıqdan sürünə-sürünə Laçına çatdı. Xəritəni çəkib o geri atdı. Dostlar qəlblərində xeyli rahatdır. Düşmənin sirrini öyrənib tamam məlumatı verdi. Əmrə hazıram.
Onlar geri döndü başka bir yolla. Kaş nə adam ola, nə izi qala. Hadruta çatdılar. Biz çay başında, onlar su içdilər. Ancaq o yanda erməni qadını gördü onları. Hər yerə çatdırdı məlumatları. Onları ateşe tuttu düşmanlar. 3 gün, 3 gece döyüşdü onlar. Hər tərəf düşməndi, çıxa bilmədi. Dostlar birləşərək qərara gəldi. Bir qumbara qalıb, silah qurtarıb. Neyləyə bilərik, sonumuz çatır. Cavan canlarına necə qıydılar. Onlar bir-biri ilə qucaqlaşdılar. Qalan qumbaranı patlatdılar. 8'i bir yerdə şəhid oldular. Düşmənlər cəsarət etmirdi yenə. Yaxına gəldilər güllə səsinə. İnana bilmirdi 8'i birdən, onlar qorxmadılar necə ölümdən. Tarixə yazılan bir həqiqətdir. Gördülər bir nəfər ölməyibdi. Aqil yaralıydı, əsir alındı. Ona əsirlikdə zülüm verdilər. Yaralı olsa da rəhm etmədilər. 1 il 6 ay zindanda qaldı. Sonra əsirlikdən geri alındı. Vətənə qayıtdı çox çətinliklə. Sağlam olmasa da yaşayır hələ. Hər zaman danışır öz dostlarından. Çıxara bilməyir heç cür yadından. Əsl dost idi igid oğullar. Onlar vətən üçün şəhid oldular. Şəhidlər ölməyir, daim yaşayır. Ən uca zirvədə adları qalır. Ey şəhid anası, ağlama daha. Ümidlə addımla xoş bir sabaha. Şəhidlərin qanı yerdə qalmadı. Qarabağ torpağı indi azaddır. Düşmənə amansız vuruldu zərbə. Bizimdir çalınan şanlı qələbə. Sil gözünün yaşını xanım əlimə. Belə igid oğul verdin vətənə. Akşin tək oğulu unutmaz dünya. Qürurla baxırıq siz tək anaya. Nizami, Elxan, Aqillə Dinar, Akşin, Fariz, Vüqarla Anar, 8 kəşfiyyatçılar. Onlar qanlarıyla tarix yazdılar. Xalqının qəlbində yaşayacaqlar. Xalqının qəlbində yaşayacaqlar.